Salamlar, sayğılar, əziz, hörmətli izləyənlər. Yol TV-dən xidmətinizdəyik. Bu günləri yeni bir proqram xidmətinizə təqdim edirik. Bu proqram həsr olunur İranla dünya camiəsinin və BMT-nin o təhrimləri ki, o snapback adından məşhurdur ya bərhal o bütün təhrimləri ki, İran təvafuq eləmişdilər ki, o Bərcam məsələsində onlar yenidən başlandı və yekşənbə günündən yenə də İranın üstünə qoydular və bir iddədə Amerika və Avropa təhrimlər qoydu və təəssüflə millətimiz əzab, əziyyətə dözməcə məcbur olacaqlar. Hələ bunun pəs lərzələrini şayət bir aydan sonra artıq hiss edək. İndi beləhazı o bəhs-i rəvani qəziyyədə hələm vardı. O bəhs-i rəvani biz görürük ki, hələ heç bu təhrimlər başlamamış, davadan, dərmandan millət əzab çəkirdi. İndi ki, dolar birdən 94 mindən gəldi 114 minə, hələ görün bunun nə qədər qabağa gedəcək və nə qədər camiyə fişar gətirəcək. Bu camiyi ki, hələ o Cəng-i Qəzzədən bir yana ki, 2-3 ilə yaxındır ki, məsələn, biz görürük ki, nə qədər İranda bahalıq yaranıbdır bu 2-3 ildə, hələ görün bundan belə nə olacaq. Bunun haqqında bu faciə qoy elə bu millətimizə faciə deyək. Bu faciənin haqqında Ay Düşdür Yəhyayı cənablarını dəvət eləmişik və bu günləri proqramımız buna həsr olunur və o qədər bu faciənin dərinliyi vardır ki, mən eləyə bilmirəm, təsvir edəyəm ki, nə baş verəcək. Elə nə baş verməyi də Ay Düşdür Yəhyayı cənabları sizə danışacaqlar və tozih verəcəklər. Ay Düşdür Yəhyayı, xoş gəlibsiniz. Mən çox müqəddəmə getmirəm və elə proqramı tapşırıram sizə. Buyurun, arada məndə bir suallar soruşacağım. Buyurun. Çok sağ olun Cenab-ı Süleyman'ım. Ben de hem size hem bizi tamaşa edenlerin hamısına bu payız günlerinde selam arz edirəm. Və ümidvaram ki, yaxşı bir bərnamə qabağa aparaq. Bəli, müqəddəmədə dediyiniz kimi yəni neçə il bundan qabaq ki, yəni Ağay Əhməd Necad zamanında 6 dana qətnamə sadır oldu. Efendim tərəfindən Şuraya Əmniyyət Sazmanı Milli Müttəhid tərəfindən. O vaxt Ağay Əhməd Necad zaten dedi, çox da əhməqanə bir söhbət elədi. Dedi, Uğat qətnamə və Hünkü qətnamə zaten parçalansın, dağılsın filan bəhman. Yəni belə heç dövlət adamına yaxışmayacaq bəzi kələmələr, bəzi sözlər işlətdi. Amma göründü ki, xeyr, çox qətnamələr çox da fələc edir milləti. Həm iqtisadi fələc edir, həm ticarəti fələc edir. Amma bunun yanında bir qrup da elə Ağay Əhməd Necadın göstərdiyi yoldan gedirlər və onlar da özlərini milyoner elədilər və bunların başında biz həmşəhərlərimizdən Ağay Babək Zəngiyanı ki, milyarlar pul cibə vurdu, milyarlar pul qazandı, tutuldu, edama məhkum olundu və zindandan çıxdı və indi də təkrar elə bu günlər ki, təkrar o gündəmə gəlib belə zat təhrimlər yenə mətrəq olub. Yəni elə bir şey oyun ilə təkrarlanır. Və Ağay Ruhani gəldi, oturdu, dedi, qardaş, bu belə getməz, millətdən rəy istədi, millət ona inandı. Gerçi bunların hamısı inanır, Ağay Pezişkanına da millət inanır. Amma inananlar baxır sonra görür, xeyr, bu sistemdə bir dəyişiklik olacaq mümkün deyil. Bu sistemin elə bir saxtarı var, elə bir sistemdir ki, bu sistem zaten belə desə də elə yine öz yolun gedir və heç kəsə də hesab kitab vermir.
ve zaten Ağay Xameneyi de bunu defalarca deyip zaten gösterip demeyip yalnız gösterip ki bilakare o memlekette, o ülkede, İran deyilen o memlekette her şey Xameneyi'nin eliyle veya o grubun eliyle, yani vilayetin eliyle bilakare təslimlər tutulur. Dövlət heç bir kar eder. Dövlət zaten Xatəmi de bir zaman dedi. Dedim ben hani aptalçıyım. Ben fakat ondan sonra zaten o birisi devletler de dedi. Hatta Ağay Ruhani bir defa dedi ki, bir defa da defalarca dile getirdi ki, vaxt ki bir dövlət sayə deyirlər ona. Gölgədə bir dövlət varsa, bu dövlətin işlerliği zaten olmaz. Bu dövlət əsas işlerini qabağa aparanmaz. İndi de elə Ay Süleyman, elə o dövlət sayə dedikleri hakimdir. O dövlət sayə görünmür ama əməl eləyir. Be her hal ve nihayet Ağay Ruhani geldi ve bu qətnamələrin yok olması için Şuraya Emniyet Sazmanı Milli ayrı bir qətnamə sadirlədi 22-30 adında ve bu qətnamə ilə o 6 qətnamə təqribən yok oldu əmələn. Sonra biləxərə bilirsiniz ki, bu inki qətnamələr durduruldu, yok oldular. Sazman Milli Muttəhid elə birinci həftədə yüzlərcə tacir, yüzlərcə sərmayəguzar, yüzlərcə filan bəhman İrana axdılar. Və hətta getdi İran Boeing Amerika ilə qərardat bağladı ki, neçə təyyarə alsın. Qərardatlar bağlanmaya başladı filan bəhman, amma tacirlər baxdı ki, Hatta aldılar da Ağay Düçtür. Bəli, bir tedad da aldılar ama baktılar ki, xeyr, bu dövlət yani zahirdə bir dövlətdir, amma dövlətin içində ayrı dövlət var. O dövlət mesela koymur ki, bu işler qabağa geçsin. Hatta bəziləri küstülər, qeydlər, geldiler, Almana qeydlər veya Amerika'ya qeydlər veya ayrı yerlere qeydlər. Baktılar bu iş olmuyor. Ki, hayır, Ruhani de dedi zaten devlet içinde devlet var. Bir devlet vardı ki silahı var, sayti var, pulu var, imkanatı var, ne bileyim limanları var, barajatları var, ellerinde her şey var. O devletin karşısında bizim devletimiz seysattı. Yani bu tekrar özleri dile getirdiler ki devlet içinde devlet var. Ve neyse ondan sonra hatta bazıları hay çekmeye başladılar, hayküy saldılar. Ki nemətdir bizə. Necə ki, Xomeyni demişdi ki, gəng bizə nemətdir. Bəziləri də İranda hələ Ağay Şəriət Mədarı, kimi filan mənzur Şəriət Mədarıya Tehran deyirəm. Keyhanın başı. O da bağırmağa, çağırmağa başladı ki, yap da bizim için nemətdir. Bu təhrimlər bahis olar ki, biz müvəffəq olduq. Neyse bu biləxərə Ağay 2018'də yani 6 yıl bundan qabaq Ağay Trump tek taraflı olarak dedi ben bu zattan, bu qərardatdan çıxıram. Belgium adında kurulan, bağlanan qərardatdan çıxıram. Çıxdı, ondan sonra bazı təhrimləri özünə yine icraya qoydu. Çok da təsir qoydu İran iqtisadında. Ve yavaş yavaş bu gözlədilər. Hala Avrupa'da 3 memleket yani İngilizistan, Fransa ve İtalya, İngilizistan, Fransa, Alman, bunlar mesela təhrim qoymadılar. Hala İranla Avrupa arasında bir təhrim yoktu. Avrupa ile İran alışveriş edirdiler. Ve ama İran'a zatları buydu ki gəlin oturun bu meselelerini halleliyək. Bu ondan sonra bu hadiseye 12 günlük muharebe ortaya çıktı. 12 gün muharebeden de qabaq zaten Avrupalılar demiştiler ki biz mekanizmi müaşə dedikleri, snapback dedikleri o şeyi gündeme getirəcək. Bunun mənası nədir? Bunun mənası budur ki o 22-30 qətnamə ki o 6 qətnaməni yok saydı. Onu biz kaldıracağız ve bütün qətnamələr ne olacak? İcraya konulacak. O 6 qətnamə. Ki qabaqçı Şuraya Emniyette icraya koyulmuştu. O bütün o şeyler, təhrimlər bu sefer qeydəcək. İran onu ciddiye almırdı əvvəldə. Deyirdi bunlar eləməzlər o işi. Ama yavaş yavaş qabağa gətirdilər və nəhayət elədilər. Bu qətnamə ilə
İki qətnamələr. Bundan iki dənə də şey verdilər ki, biri 2 həftə bundan qabaq Koreya Cənubi hazırladı ki, 6 ay İrana möhlət verir. O oylamaya koyuldu, raygirliğe koyuldu. Sazman Millet'te yani Şuraya Emniyet'te 15 üzvü var. Bunların 5 üzvü daimidir. Onu da her 2 ildə bir değişer. İttifakın bu ildə, indi də riyasət Şuraya Emniyet Sazman Millet'le Muttəhid Kore'nin elindədir, Kore Cunubunun elindədir. Özü o Kore özü verdiği qətnamiyə zada mesela qətnamiyə Əcəb Tikay Süleymanı özü də rəyi mümtəni verdi. Özü hazırladı qətnamiyə ki, 6 ay İrana möhlət verin. Birincisində. O qətnamə, verilən o qətnamə rədd oldu. İkincisini Çin ilə Rusiyaya verdilər. Dediler ki, biz yine İran'a 6 ay mühlet verək. Bu 6 ayda müzakirələr devam eləsin və bu müzakirənin nəticəsində bəlkə bir təvafuq hasıl olar. Bu qətnamədə yine eynən qabaqçı kimi 9 dənə rəy mənfi ilə 4 dənə rəy müsbət, 2 rəy mümtəni ilə rədd olundu. Və xub təbiidir ki, Rusiya ilə Çin bu dedi biz bunu kabul edemiyoruz ama kabul edip eləməmək məsələsi deyildi. Burada zaten veto da haqqı da yox idi şəxsin. Bənabərin qətnamə əmələn dünən səhərcə saat 4-də sübh yəni dərbağı yekşənbə səhərcə tezdən icraya qoyuldu. İndi İranda elə o gündən ki, mesela qətnamə mesela esnəbək geri götürüldü, qeyddə oldu zatlar. İranda 2-3 dənə hava əsib. Biri budur ki, elə o qabaqçı deyənlər ki, qətnamələr bizə təsiri yoxdur, hətta bizim üçün müsbətdir. İndi bilməm, bunlar nədən mənfəət götürürlər? Ehtimalən, bu nəftin zatın satışından zatın onlar bir nəf aparırlar, bir sud aparırlar ki, səslərini çıxartmırlar, hətta deyirlər müsbətdir. Bir o qrup var. Bir grup vardı ki, deyir, zaten biz elə məhrumiyyət içindeydik, biz elə təhrim içindeydik. Amerika bizi, əsas məsələ Amerikadır. Amerika təhrim elədiyi üçün 90% məsələ Amerikadır, 10% Avropadır. Avropanın əhəmiyyəti yoxdur. Bir də o grup var. Bir yəni grup var ki, hələ də deyir, əslində zat yaxşıdır. Elə bu təhrimlər istinabə gəlib bizim üçün münasibdir. Bir grup deyir, təsiri yoxdur. Bir grup da deyir, xeyr. Təsiri var, həm də öldürücü təsiri var. Yəni məhv edər. İranın iqtisadını zaten bombəst iqtisadı, bohranda olan iqtisadın bohranını neçə dəfə daha arttırar. Bu bohran olmaması için ağay Pezeşkiyan, o heyeti diplomasisini o bizə gönderdi, Mesr'e gönderdi. Mesr'de ağay Grossi ilə oturdular, müzakirə elədilər. Ki İran imtiyaz versin ve orada 3-4 tane Grossi de elbette Grossi'nin hakkı yoktu bile bir şey istersin. Bunu Avrupalılar istediler. Deyirlər müşəxxəsən 3 tane şey sizden istiyor. Biri budur ki, bazı rəslər gəlib görməlidir ki, nə qəd bu zərbə dəyib, nə qəd bu şeylər mərakiz atomu bombardan olandan sonra zərər görüblər. Bir onu. Bir de budur ki, kardeşlerim 408 kilogram uranyum 60% var. Bu uranyum hardadır? Bunu harda depolanmışsınız? Eğer yok olmuşsa necə yok olur? Biz bunun bazılarsa gəlib görməlidir. Üçü budur ki, Amerika ilə oturup müzakirə eləməlisiniz. Yəni biz müzakirələri idamə verməliyik. İran da 2 ayağın başmağa dirəmişdi ki, xeyr. Mən onu 408 kilo uranyum 60%'in yerin sizə nişan vermərəm. Sizin bazılarınızda da icazə vermərəm ki, gəlsinlər, bazılarını eləsinlər. Hələ o birisini Amerika ilə müzakirələr edəməyər, o ayrı məsələdir. İttifaqın dünən Ayib Seçkən dedi ki, əgər Amerika təhrimləri qaldırırsa, biz hazır o Amerika ilə müzakirə edəyik. Halbuki, biləxərə ondan qabaq Ayib Xamenei demişdi ki, Amerika ilə müzakirə mümkün deyil. Biləxərə elə bu eynidə ki, bunlar getmişdilər, özdə hesab şüdə eləmişdilər Avropa məmləkətlər. Demişlər, biz bunu o vaxt mətrəh edəyək ki,
bir sürü məmləkətlərin ya rəis cümhurları, ya nüxus vəzirləri, ya vəzir-ümur xariciyələri gəliblər Məcmuə Ümumiyyə Sazmanı Milləl Müttəhidə New York'ta, orada bu müzakirələr qabağa aparılsın ki, bəlkə də bir nəticəyə yetişdilər. Orada da Pezeşkiyan getdi. Pezeşkiyan bütün reis cumhurların gördüğü kimi bu da bir roza okudu orada. Heç bir nə aşağısı, nə yuxarısı heç adı bəlli deyildi. Ve can ki İran meselelerini mətrəh eləsin, İranın vəziyyət iqtisadısını mətrəh eləsin. Filistinə başladı, o izə bu izə başladı. Bir oradan bir buradan vaxtı qutardı, bir neçə 22 dəqiqə danışdı. Heç bir mənası da yoxdu. Zaten çok da dikkate almadılar. Ama Süleyman'ım burada bir hadise qabağa geldi ki, bizim için o düşündürücüdür. Heç bir nə bir danışqa, nə Kolumbiya, nə Oxford, nə heç bir mərkəzi danışgahı da Ayıb Pezeşkiyanı dəvət eləmədi. Niyə Ayıb Pezeşkiyan bir iki dənə məcəllə Ruzami ilə, televizyonla müsahibə elədi, amma heç bir elmi yer Ayıb Pezeşkiyanla dəvət eləmədi. Əlbəttə məhdudiyyət qoymuşdular da ağay. Məhdudiyyət də qoymuşdular, alış-veriş məhdudiyyəti qoymuşdular, bilmem. Zaten ondan qabaq Ay Xameneyi demişdi ki, gedəndə biraz qafiləni balaca götürün ki, çox həzinəsi olmasın, çox məxarici olmasın filan bəhman. Bəli, məhdudiyyət də qoymuşdu. Bəhərhal, indi bu qeydəndən sonra zaten o gün ki, mesela snapback icraya qoyuldu, Ay Süleyman, o gün birdən-birə siz müqaddimede dediğiniz kimi dolar birdən-birə fırladı 114 min tümənə, 115 minə, 100. Əlbəttə bu zahirdədir. Gerçi sonra banki mərkəzi dedi ki, mən pul təzdiq edəcəm. Mənim imkanatım, malım var. Pul təzdiq edəcəm və bunu aşağı indirəcəm. Bu bir rəvani məsələdir. Millət əzdinizdə rəvani bu işler belə olur. Yəni milletin əlində olan pulu çəkir aparır, dolar alır ki, mesela öz sərvətinin necə olmasa çürüməsinin, öz sərvətinin əriməsinin qabağını alsın. Ona görə bu millət gedir, pənar gətirir, dolar ərzə xarici almaq. Düzdür ki, millət xub təbiidir, heç kəs istəməz ki, zərər eləsin, ki, tərəfin əlində pul var. Gedər deyər, bu pulu mən elə şeye yatırdım ki, zərər eləməyim. Elə şeyi yatırdım ki, eləyə bilim, pulumun ərzişini qoruya bilim. Bəlkə sənin ərziş pulu milli gündən günə yox olur, əriyir, beyindən gedir, ondan qaçmaq üçün məcburdur, ya ərzə xarici alsın, ya qızıl alsın. Və ya elə bir şey alsın ki, eləyə bilsin ki, neynəsin? Pulunun ərzişini mühafizət eləsin, pulunun ərzişini hifz eləyə bilsin. Xub, təbiidir. Və Aklimanı son günlərdə istatistikler, verilen amarlar çok nigaran edir millət. Birdən-birə tək doların fırlaması deyir yuxarıya. Ki 92 min tüməndən birdən-birə, hətta 88 min tüməndən birdən-birə fırladı 100 neçə min tümənə. Xeyr, bunun yanında məhsulat məvad qəzai. Ki məhsulat qəzai o qədər birdən-birə qiymətlər artdı ki, artıq deyirlər, aş elə şorudur ki, artıq aşpəzin də səsi çıxdı. Bu səfər yavaş-yavaş söhbətlər məclisə çəkdi. Məclisə bəzi millətəkillər durdu, dedi ki, bu gedişlə qısa bir müddət sonra 40% mərdum, 40%. Yəni hətta rəqəm də verdi, dedi 40 milyon, yəni 40 milyon olan dolar yaxlaşıq 40 neçə dərsədir, 90 milyon da İran cəmiyyət. 40 milyon olan dolar 540 neçə dərsəd. Onlar zirə xətti mutlaq fəqr. Zirə xətti mutlaq fəqr demək, yəni ac qalmaq zatindədir. Bunu geçən bərnamədə də dedim ki, Vəzir-i Keşavərzi ağayı Nuri Aluçə ki, öz həmşəhərlərimizəndir, Ərdəbil mahallindəndir, Aluçə bir kətdir, ordandır. O da dedi ki, milləti qəhətlıq təhdid edir. Yəni artıq yox, su deyil, bərq deyil, filan deyil, bu yox, yəni fəlakət xurəyə yetişib. Millət təğziyə eləyəmir, xurək tapanmır. Yəni elə bir vəz olub. Və bunlar hamısı göstərir ki,
o meydanı ki mesela xali görürlər meydanda yine əcibdir ki bu eynidə ki becayın ki millət təşviq olunsun, hələ millətin bir zad olsun, əzizlər rəvanı bunları aramış versinlər. Qüvvə qəzaiyə hər gün bir zat sadir edir. Bir Eylamiye eylamiye sadır. sadir edir. Bəli ki aman aman heç bir uznamənin haqqı yoxdur filan şey yazsın. Heç kəsin haqqı yoxdur əzizlər rəvanı caməni beslə məxduş eləsin rəvanı caməni. Məxduş necə? Yəni sizin bu dediyiniz, mənim bu söhbətlərim camənin quya məxduş edir. Elə bir camədə onlar o məmləkətdə yaşamırlar. Qardaş onlar o məmləkətdə yaşayırlar. Yoxsulluğu görürlər, fəlakəti görürlər, qiymətlərin artışını görürlər. Bu gün gedir, alır, sabah bir ayrı cür olur. Xoş, bunların hamısı göstərir ki, iqtisad artıq bu vəzdə qabağa getməz. Bunu artıq dediyim kimi Ay Xamenei özdə deyir. Ay Xamenei deyir, millət yorulubdur, nə gəy, nə sol. Ay Süleymanı bu anlaşmazlıqla gəy və nəsil idamə tapır. Evet. Hani bəlkə anlaşsaydılar, yəni hani anlaşsaydılar da, yəni belə ağır bir anlaşma da deyir ha. Bu gəlin çox cəlibdir. İranda o quruq ki deyir bizim için bir nemətdir bu təhrimlər. Onlar hay şəkillər ki, hayküy salırlar ki nemət buna görədir ki biz əgər olsa bunu Qrossiya nişan versək, Qrossi yəni mesela مدیر کل آژانس بین‌المللی انرژی اتمی اگه اونا biz bunu nişan versek o da bunu guzarış verer zada İsrail'e. İsrail'dekiler taptar. İsrail'dekiler bombalanır. Amerikacılar bombalanır. Çünkü Grossi onların nümayəndəsidir. Xub vaqiyyət budur ki Grossi əvvələn bu işi görmez. Görsə de belə zaten onlar her şeyden haberleri var Süleyman. Yani bu dünen etiraf olup ki Vəzarət-i İttilaat da vurulub. Bunu heç mətrə eləmirdilər ki Vəzarət-i İttilaat vurulubdur. Ay Xətibin dəftəri vurulub. Amma xoşbəxtانه biz heç kəsin ölümünü istəmirik. Ay Xətib de orada değilmiş, ölməyibdi. Amma Vəzarət-i İttilaat da vurulub. Hələ yavaş-yavaş xəbərlər gəlir ki bu bombardımanlar, bu 12 gün müharibə elə doğudan müharibəymiş. Amma tək tərəfli müharibəymiş. Onlar vururdular, İran iki əlini açmışdı, yalvarırdı ki vurmuyor. Ki sonra cəlibdir açlıyım. O 12 gün müharibədən sonra belə 4-cü, 5-ci gündən söz dəyişdi. Dedilər, bəli, İran vurdu, dağıtdı İsraili. İsrail yalvarmaya başladı. Yalvardı, yaxardı ki artıq xahiş edirəm siz vurmayın. Biz də vurmayaq, artıq bu müharibə sona ersin. Demirlər ki, baba tərəf gəldi, burada hər yeri dağıdıb. Hələ yavaş-yavaş onun zadı ortaya çıxır. Həm bu dediyim kimi bu snapback'ın həm iqtisadi nəticəsi var, həm siyasi nəticəsi var, həm ictimai nəticəsi var, həm də təbii rəvani məsələsi var. İqtisadi məsələsi budur ki, Süleymanı, mütməyin olmayan bir yerdə nə daxili sərmayəguzarlıq olar, nə xarici sərmayəguzarlıq olar. İran 90 milyon cəmiyyət ilə sərmayə ehtiyacı var. Sərmayə daxili kafi deyil. İran məcbur değişikdən sərmayə İran'a gəlsin. İran'da var bəzi imkanlar. Yəni bu imkanlar vardır ki, cavan bir millətdir. Oxumuş bir millətdir. Əzinizə təhsil də yaxşıdır, amadədir. Bir niruy karı, kafi də niruy karı var. Amade bir xidmət, amade bir kar. Bunlar var. Məqadin də var. Enerji məsələsi də gerçi. Hatta elmi cəhətdən də fərahəmdir. Elmi cəhətdən də danışıqlar zatlar yetişdirirlər. Amerikanın danışıqlarının 60-70% ustadları İranlıdır. Bəli, bunlar yəni hər şey təbii də amadədir. İran özündə də var, ayrı yerlərdə də dost kimi var. Bu əslində bir elmi amadədir. Əslində iqtisadi dediyim kimi bir yerdə ki mesela əmniyyət olmasa, bir yerdə ki etimad olmasa, bir yerdə ki sobat siyasi olmasa, o məmləkət, o yerdə sərmayəguzarlıq olmaz, fərq eləməz. Həm nə sərmayə daxil sərmayəguzarlıq elə, nə sərmayə xarici sərmayəguzarlıq elə. Niyə sərmayəguzarlıq eləməz? Çünki etimad eləmir.
Çünkü inanmır. Çünkü sermayesini güvence altına alanmır. Ay Süleyman, sermaye, biliyorsunuz sermaye korkak bir şeydir aynı zamanda. Hem sermaye çok xəşəndir, hem aynı zamanda korkaktır. Sermaye o yere gider ki o yerde mesela özünü koruyabilsin. O yerde itminan Əmniyyəti olsun. hasıl. Əmniyyət olur. Emniyet olsun. Bu başka Əmniyyət şeydir. Emniyet ictimai və rəvanisi bərpa olsun. o təmin olsun. O yere gider kaçar sermaye. Pes beraber İran'dan öyle bir şey görülmüyor. Zaten de tabiidir ki İran'da biliyorsunuz ki o ruhani zamanı elə o Bərcamdan sonra bir neçə sermayedar, hatta İranlı sermayedar. Sermayelerin İran'a getirdiler. Sonra sermayelerini İran'da bırakıp kaçtılar. Çünkü baktılar ki hayır, İran'da iktisat usul üzerinden değil. Pes beraber az nazar iktisadi, bunu iktisadi kötəyin kim yiyecek? Bunun kötəyini tek millet yemeyecek. Devlet diyecek. Devlet yeri pullu devlettir. Bellidir. İran vəziyyəti yaxşıdır. Pulludur. Ama İran'ın vəziyyəti ictimaisi təhəmmül eləməz artık bundan sonra. Niye təhəmmül eləməz? Siz onu söyleyeyim. Bak, indi bu inamar veriblər. Dünyada 3 tane memleket vardı ki bu 3 memleketin təvərrümü çok çok yukarıdır. İran üçüncüdür. Yani təvərrüm elə bir vəziyyətdədir. Hatta görünür ki İran təvərrümü %70'i aşacak. %75 civarında olacak. Hala gelen yıl daha da vəziyyətli olacak. Hop. Pes beraber bunun iktisat cami bunu təhammül eləyənməz. Hop, bunun iktisadı ayrı bir yönü olar. İktisadın ayrı yönü bu olar ki gələr Ay Süleyman, bak bu iktisadı, hatta bu tolidi qabağa aparmaq için ki her gündən günə azalır, bu tolidi qabağa aparmaq için siz 80 milyar, 70 ta 80 milyar dolar mal varid eləməlisiniz. Buna biz iktisadda deyirik input, output. Yani girdiler ve çıktılar. Yani gerek o kala gələ, o mal gələ ki eləyə bilər neyə? Tolide təbdil olar. Eğer o mallar gelmese İran tolidi durar. Bir tane size misal verim. Bəli. Xuraki dam deyirlər. Xuraki dam. Eğer İran'a xuraki dam gelmese hem toğukçuluk hem heyvancılık bunların hamısı yatar. Çünkü zaman kadim zaman değil. Əşair buradan dursunlar geçsinler. Oradan geçsinler gelsinler. Bura davarlarını mallarını çölde otlatsınlar. Böyle değil indi. Her şey mesela sənəti olub. Ona göre xuraki dam mecbursan sen varid ediyesen. Xuraki damı varid eləmək için dolar lazımdı, pul lazımdı. Hiç o tahrimde değil ha, yani onda iştibah olmasın. Yani tahrim eləmək bir mənayı bu değil ki, ne dava tahrim olub, ne məvad qəzayı tahrim olub. Nə məvadı? Bunlar tahrim değil ama əmələn olmur. Qoy sizə deyim necə olmur. Yəni intiqalı pulla zatdan problemdir də. Yok tek yönde bir şey pul yok. Bak cəmi ki Diyaq Bəndər Abbasdan qalxır. İstəyir geçsin bir yere. Hakları vardı ki bütün eğer dünənəcən Amerika bunu görürdü ki görmürdü de diyaq hələ Amerika gördü. Bütün memleketlerin hakkı vardı ki o gəmini durdursunlar. O gəmiyə baxsınlar, görsünlər bu gəminin içinde olan məhsullar nədir. Bəli. Bu yani neçə gün o gəminin işi elə o bəndərdə durmaqdır. Veya yolda durdurulup bakılmaktır. Bir günde kurtulmaz ki bu iş. Her gün 20 bin dolardı. Dikkat ile her gün 20 bin dolar. O şirket hayır mesela bime. Ki bütün cəmlər bime olar da o mesela məbdədən məqsədə qədər. Onlar bir xatırın ki cərimə verməsinlər. Onlar bir xatırın ki mesela həzinələri çoxalmasın. Əslən özləri təmayül nişan verməzlər ki neynəsinlər bu gəmiləri bimirləsinlər. Gəmi bimi olmasa hərəkət edilməz. Pes bənabərin bu zadon təhrimlərin bu isnətbəkün tək 4 tane, 5 tane, 10 tane bankın təhrimi deyil, iqtisadı alt üst edir. Pes bənabərin alışverişlər belə olar.
Bəzi malların İrana gəlməsi zaten yasaklanır. Necə yasaklanır? Bundan qabaq Avropadan alınırdı və götürülüb aparılırdı İranda, qeyrilirdi. İndi onlar məhrum olur. Onlar da həm mesela sənəti məhsullarıdır, həm nizami məhsullarıdır, həm nə bilim xuraki hər şey. Bunların hərəsinin üstünə bir ad qoyub, bunları da təhrim eləyə bilərlər. Yəni İran iqtisadı daralacaq. İran iqtisadının daralması demək, Ay Süleyman, 3% deyirlər iqtisad daralacaq. Yəni kahiş, rüşd mənfi deyirlər də bunlar. 3% iqtisadın rüşdünün daralması demək, hər il 1 milyon Hələ əməldə bekarlara, nə, hələ teoridədir ay düşdür. bəli, hələ İndi teoridə əməldə nə qədər ittifaq düşəcək, neçə dərsən o zad olacaq, o təvərrüm mənfi olacaq, o bir ayrı bir mübahisədir. Hələ çox rahat bu hesablana bilər. Yəni barmaqlarla da hesablana bilər. İranda 1 milyon 200 min nəfər hər il bazar kara girir ki işləsinlər. 1% rüşd iqtisadi, 1% yəni rüşd iqtisadi 100 mindən iş dolu edirlər. 8% rüşd iqtisadi olsa 800 min nəfərə iş sağlanır. Bu formul da, bu bile şey yani ispat olunmuş bir şeylerdi. Evet. Belki istenirsen 3% iktisat daralacak. Bir izafi o 1 milyon 200 bin nefer, hiç olmazsa 3-400 bin nefer de ne olacak? İşin elden verecek. Yani ilde 1 milyon yarım 2 milyona yakın işsiz çoğalacak bu memleket. Hayır Süleyman, işsizin çoğalması demek memlekette buhranı içtimai yaratır. İşsiz adam da işsiz adam olmaz. İşte taraf her bak narkotik mesele gider yukarıya. Mevat-ı muhattir gider yukarıya. Qətl qarət gider yukarıya. Naəmni xiyabanlarda çoxalar. Oğurluqlar çoxalar. Dövüşmələr, vuruşmələr. Buhrana içtimai bir-birinin peşini tutar və qoymaz cəmi aramış içərisində yaşasın. Bu əzizlər iqtisadi İrana böyük darbeler indirir. Ama aya təvərrümün təməlində yatar. Təvərrümün təməlində bu yatar ki, indiyənə qədər banki mərkəzi bu gün elan edib ki, hələ bir neçə ayda, bu 6 ayda, 5 ayda yəni hədər var. 250 min milyar tümən dövlət bizdən borc alıb. Banki mərkəzdən pul alıb. 250 min milyar tümən borcu almaq bilirsiniz ki, yəni mənə. Yəni bazar boş hava pul ilə şişir. Bu da qiymətlərə yansıyır. Qiymətlər gündən günə artar. Təqazı Yəni çoxalır, ərzə yoxdur. Və də pul həcmi nəqdi ilə gidirlər. Həcmi nəqdi ilə çoxalar və millətdə zaten görürük ki, heç kəsin başı ağrımır ki, bu azad günlər, isti günlərdə tökülsün xiyabanlara bu bazı nişəstələr. Bazı nişəstələr günlərdir xiyabanlardadırlar. Hay çəkirlər, qardaş, ac o artıq, ac qalmışıq. Pəs bənabərin mən təəccüb edirəm ki, bu istinadbəki bunlar necə təhəmmül edirlər, necə qəbul edirlər, necə bunu Ağay Xameneyi nə fikirləşir yəni? Yəni bir tane dünya nesli cəng eləsin. Hələ bunun yanında Süleyman bir şey deyil, sen çıkmazsın ki. Bu istinadbək ilə birlikdə müharibə də başlayabilir. Savaş da başlayabilir. Hər ləhsə İrana saldırılabilir. Əgər dünənə qədər İsrail saldırırdı və zaten əlində də bu dəlili vardı ki, mən bər əsası mənşur Sazman Milləl Müttəhidin 51-ci maddəsinə görə istəyirəm teröristləri neyim, azad edeyim, mücrim də teröristləri məhkum edirdim, teröristləri vurum deyirdi. Və bu teröristlər üçün İran tərəfindən himayət olunur, gedəm İranı vurum. Hələ gerçi bu heç olmasa onu kanuni yola salmaq üçün, kanuni yola soxmaq üçün bir də şeylər iddia edirdi İsrail. Hətta deyirdi, mən Hizbullahı vururam, çünki Hizbullah mənə neyinir, muşək pərt edir. Hovsiləri vururam, çünki hovsilər muşək pərt edir. Qəzzədə
cinayətlərimi çoxaldıram, bir sürü adam öldürürəm, çünki bunlar 7 oktobra Əlbəttə, gəldilər, ay neylədilər? düşdür. Vaqiiyyət də var da bu Bu məsələdə. heç olsa bunlar heç olmasa nə bilim bunu vaqiiyyət olması için heç olmasa soxur bir qanun çərçivəsinə. İndi bu bax ay İsrailin Süleyman. necə dövlət olduğu ayrı bir mübahisədir. Bəli, Bəli bu İranla da İranın dünyanı əmniyyətin təhlükəyə salmağı o da bir ayrı bir. bəli İttifaqın əslində bu bax 7-ci fəsli var da bu mənşurda. 7-ci fəsli var mənşurun 41-42-ci maddəsi var. 41-ci maddəsində mənşurun yəni fəsli 7-ci fəslidə 7-ci fəslidə mesela nizami əməliyyat da öngörülür. 7-ci fəslin 42-ci bəndində. 41-ci bəndində təhrimi iqtisadidir. Mesela sanksiyonlardır da o təhrimi iqtisadidir. 42-ci bəndində 7-ci fəslin 42-ci bəndində mesela nizami əməliyyat da öngörülür. Yəni nizami əməliyyat bilirsiniz ki, Libyada oldu məsələn. Və orada bütün dünyada müşarikət edir. Tək bir məmləkət deyil. İndi yəni mənzurum budur ki, İran 7-ci fəslin altına girdi. Zeyli 7-ci fəsl qərar tapdı. Bundan sonra bütün məmləkətlər İrana həmlə edə bilər, elə o çərçivədə həmlə edir. Pəs bənabərin bunun həm az nəzər nizami, həm az nəzər iqtisadi, həm az nəzər ictimai. İctimaidə bunu dediyim kimi yine tekrarlayayım ki, Ay Xameneyi de dedi. Dedi bu memleketin nə gəy, nə sülh zadında saxlama olmaz. İndi də düz girdi o fəzada ki, nə sülhüdür, nə gəngdir. Elə belə qaldı. Millət Ay Süleymanı hamı gözləyir bir şeyler olacak diye. İranın içinden deyirəm, axı İranın içinde herkes bir şey gözləyir. Məmuli zindicanlıq yoxdur artıq. Herkes gözləyir ki, bir ittifaq düşəcək. Axı belə bir vəziyyətlə 90 milyonluq məmləkət idarə olunmaz. Ona görə iqtisadi vəziyyətdir. Mutlaqa İran daha çökəcək. Bu buhran dünənəcək buhranı hani ab buhranı bərq ki toğlidi, baltaladı, toğlidi, məhv elədi. İndi sabah yox bir gün qış başlayacaq. Bu sefer buhranı qaz başlayacaq. Yəni buhrandan buhrana İran uçur. Və belə bir vəziyyətdə dünya ilə barışmaq yerinə dünya ilə savaşmağa qərar verir. Ay düşür. Ehtimali fırupası vardı. Yəni dağılmaq, çökmək bu hakimiyyətin ehtimalı vardır. Əslində buna herkes bunu şey edir, yəni pişbinli olan bilir. Yəni 3-4 dənə yol uzaq göstərdilər. Biri budur ki, elə bu vəzinlə bir neçə il daha davam elər. Yəni mesela güc göstərisi ilə, güc göstərməsi ilə, vurma ilə, dövmə ilə, edam ilə. Bax, neçə ildir bu indi 9-cu ayın axırında yox. İndiyənə qədər 1000 nəfər adam edam olunub İranda bu hələ 9 Hələ bu ayda. günləri biri oldu. Bu indi duvara biri. Bu heç satda edilməyiblər. Bu uşağı, bu oğlanı ki, bu öldürüblər. Heç satda şey eləmir. Fəqət casus Amerikaymış. Muxabirətdə qüdrətli varmış, muxabirətdə mesela ekspert imiş, karşınasımış. Bu casus zaten de İsrail'i öldürdük. Və bu mənzur deyirəm ki, bu bir vurma, öldürmə göz dağı ilə bəlkə elə belə idarə elərik deyirlər. Bu bir. İkincisi budur ki, dağılma imkanı var. Bəli, dağılma imkanı çoxdur. Hiç olmasa belki Azerbaycan bu kadar şeylenmir. Ama iki tane güc var ki bu iki güc eşitdən himayət olunur Süleyman. Biri vaqiyyət budur ki, səndən mən ikimiz də Azərbaycanlı yox, Türk yox. Bax, biri Bəluşlardır. Bəluşların minlərcə zat, adam həm Pakistan'da, həm Afganistan'da amadədirlər. Elə şərait gücü olsun ki, sılsınlar İran'ı. Pəs dediğiniz kimi parçalanmıyor. Bu tərəfdən də Kürt məsələsi var. Kürtlər də biz Azərbaycanlılar kimi deyil, onlar da organize olublar. Onların da hani Erbil'də hükümetləri var. İqlimi Kürdistan var. Zahirdə iqlimi Kürdistan İranla yaxşı da orada onlar nə edirlər? Sazman deyirlər. İttifaqan dünəndə bilirsiniz neçə dənə Kürt təşkilatı tekrar bir yere geldiler. Bir yere yığıştılar.
Yəni mənzur o Kürd bölgəsi ilə Bəluçistan bölgəsi ki, hər ləhzə inficara amadədir. Onlar ərəblər də zaten bilirsiniz, ərəblər də həm bir sürü ərəb məmləkətindən himayət olunurlar və onların da bəziləri zaten bölünməyi istəyirlər. Onların bəziləri təcziyəni istəyirlər. Və bunlar hamısı da ola bilər ki, siz dediyiniz kimi məmləkətin parçalanması, dağılması imkanı da var. Demə olmaz ki, yoxdur. Ola bilər. Yəni bir budur ki, elə bu vəzi vurmaqla, dövməklə qabağa aparaq. İkinci, bu məmləkət parçalana bilər. Üçüncü Say Süleymani içeriden bir direniş, içeriden bir kudeta, içeriden mesela siyasilerle nizamilerin birleşmesi ve bu rejimi aşağı çekmeleri. Yani bu rejimden kurtarmak için içeriden nizamilerle siyasilerin birleşmesi. Bu imkanda bu da var. Yani bağıyet budur ki bu rejim bu saxtarıyla, bu yapısıyla, bu şəraiti ilə qabağa getməsi mümkün deyil artıq. Mümkün görünmür. Yəni bunu mən demirəm, amma İran öz içindən də deyirlər. Yəni fikirləmir ki, biz oturmuşuq işte biz deyirik. İran öz içindən də bunu deyirlər. Ki bu belə mümkün deyil artıq. Bir neçə il daha davam bilərsin. Bu elə bu gün yarındır ki, hətta parçalana bilər dediyiniz kimi siz və ya vurmaqla, dövməklə biraz daha davam edər və ya bir değişiklik olar, siyasetlə nizamların birleşmesi ve bəzi şeylerin yaratılması. Bu arada bilirsiniz, Avrupa'dan da Amerika'da da bazı hadiseler olur. Ben bunu neçə dəfə sizin xidmətinizdə demişəm, belki siz bunu kabul eləmirsiniz, amma mənə belə gəlir ki, Avropa, Amerika'nın da bütün telaşı budur ki, şahçilərlə mücahidləri yaxınlaştırsınlar. Onların yaxınlaştırmaları ilə birlikdə o Çələbi sazı deyirik da, Çələbi yəni Irak'ta olan hadise olsun. Yəni iki qanatlı. Bir qanat məzhəbi, bir qanat da sekular. Ya bir qanat da mesela milli gerayi sekular. Yəni əgər belə bir şey olsa şahçılar milli gerayi sekular, mücahidlər də biləxərə istər istəməz bəxş məzhəbi belə bir hükümət yaransın, belə bir vəziyyət dəyişsin. Bu söhbət də vardı. Amma mənim arzum şəxsən budur ki, ümid edirəm ki, İran öz içindən isyan başlaya bilər. Ay Xameneyi bu isyana hazır deyil. Ay Xameneyi hazırdır, can versin, amma millət tərəfindən aşağı çəkilməsin. Millət tərəfindən, yəni millətin birdən-birə yuxarı qalxışı və rejimi çökətməsi çox bahalıya mal olar İran'a. İranın rejimine bağlayamalılar, ne İran özüne. Yox, təbiidir ki, belki bir rejim çökür, ayrı bir rejim ise onun yerine otursun. 10-15 yıl daha çeker ki, o sobat təbsibit olsun, o yerinde otursun, eləyə camiəni idare edersin. Bunların hamısı ola bilər ki, qabaqda görünür, öngörülebilir ve qabaqda da bunlar, o hadiseler olabilir. Bəli. Hər halda ayət düşür. Bu, bilirsiniz, vəziyyət belə gəlibdir. İranda əvvələn o həmahəngi miyan niruhay siyasi deyək də. Yəni niruhay siyasinin içində bir dənə ziddiyyətlik vardı. Yəni hakimiyyət qoymayıb bu ziddiyyəti də biraz da şiddətləşdiribdir. Qoymur məsələn bir fərz. Aha təciyyət, hər kim məsələn bir fərz milliyyətlərdən gəlir ortaya deyir ki, məsələn, bizim ana dilimizdə niyə? Deyir təciyyət tələbdir, ondan təciyyət tələbi bol deyib, ittifaqən bir iddədə xaricdə elə o şahçılardan, ondan sonra zatdan onlar da elə hakimiyyətin sözünü danışırlar bir ayrı surətdə. Binabərin bu İranda ittihad-ı niruhay siyasi həqiqətən bir dənə xəyala dönübdür. Bax, siz necə bunu düşünürsünüz? Bax, Süleymanı, zaten diktatorların və istibdad rejiminin bir zadı budur ki, millətin içərisində ixtilaf salsın. Və bu ixtilafı gündən günə də neynəsə öz rahat yaşamaq üçün ayrı adamın yaşamları onun üçün əhəmiyyəti yoxdur. O fəqət istəyir özünü ayaqda tutsun. İndi Xameneyinin bütün gecə gündüz davası budur ki, mən necə yaşaya biləm, mən necə ayaqda dura biləm.
Mühüm deyil İranın iqtisadi vəziyyəti nə olur olsun. Mənə bir şey olmasın. Bunu əlbəttə Xumeyninin də zadi da vəsiyyəti idi. Məsləhət nizam üçün hər şey oluna bilər. Hər şey haram yoxdur, mübahdır. Hətta əksər. Yəni hər Bax, şey bunlar heç rejimə həyata nizamı da keçirilməsi üçün saxlayamədilər. saxlayan mədə xub bəllidir. Və nəhayət Ay Süleymanı belə rejimlər çürüyər öz içindən bu içindən çürüməyə başlar və yox olar, yıxılar. Amma bu Diktator təbiidir hakimiyyətlər ki, düzdür. bəli, öz içindən çürüyər, yox olar. Və bunların çox təbiidir ki, bunlar ixtilafı çoxaldarlar. Bunların demək deyil ki, eşitdə olan müxaliflərin hamısı müxalifdir. Bəlkə də bəziləri, biləxərə rejimin də nümayəndələri var bunların içərisində. Mən demirəm bunlar rejimi işləyirlər, amma təbiidir ki, rejim də boş oturmayıb ki, milyarlar pul xərcləyib. Bax, bir belə adam öldürüb, bir belə cinayət edib, bir belə terror edib və dərin hal bu qədər terrordan sonra təbiidir, o da fəaliyyət edir ki, bunların içində bir həmahəngi, bunların içində bir birlik sağlanmasın. Birlik sağlanmaması için de elinden gelen her şeyi ediyor. Dediğiniz gibi taraf geldi diyor kardeş, hiç kanun esasının 15. maddesi var. Kanun esasının 15. maddesi gereği ben ana dilimde hakkım vardır ki amuzaj görüm. Ben ana dilimde təhsil görüm. Bu benim hakkımdır, hukukumdur. Bu kanun esası 1358'de təsbit olunub, 58'də millət oy verib və qanun əsaslı. Bu necə olub ki, şimdi 40 neçə ildir bu hadisədən geçir, hələ də bu icraya qoyulmayıb. Ay Süleyman, əcib də ayaq geçəndə neçə ay bundan qabaq, 5-6 ay bundan qabaq, bu ay Pezeşkan dedi ki, bu ildən biz bunu icraya qoyacaq. Nəyi icraya qoyacaq? Yəni 15-ci maddəni. Bax, bu il 7-sidir. 7 şeydir da mesela bu gün mehridir. 7 gündür məktəblər başlayıb, hələ bu icraya qoyulmayıb. Heç bu ildə icraya qoyulması mümkün görünmür. Pəs ona görə siz dediyiniz kimi rejimin nə sağı, nə solu, nə ortası, nə dinsizi, nə dindarı heç biri belə şeyə imkan vermir. Elə dediyiniz kimi ağzını açan hər kəsə də bir traktör timini belə təmin edilmir. Bir traktör timini təmin edilmir. Bir futbol timidir də, futbol timindən axı nə zərər gələ bilər ki, onu belə təmin edilmir. Ona görə təbiidir. Ta siz ağzınızı açırsınız ki, qardaş, mənim bu təbii haqqımdır ki, mən öz dilimdə amuzaj görüm. Elə sizə mohr götürüblər lənət, tez mohru təcrid tələbi vururlar. Və o hər kəs tək bizə deyil, hamıya vururlar bu möhrü. Elə hər kəs haqq danışır, o möhrün vururlar. Amma təbiidir ki, milləti susturmaq, milləti bilinçsiz saxlamaq mümkün deyil Süleyman. Artıq millət bu imkanatla məgər milləti sən məhrum edə biləsən bir şeydən. Hər ləhzə bütün dünyadan bir hadisə indi olur, yarım saatdan sonra bütün dünyada yayılır. Düzdür. Bax, sən milləti məhrum saxlayan, məsələn, millət artıq o qədər ağqaq olub ki, bilir nə eləyir. Hər şeydən xəbərləri var. Bəs belə vəzdə bu rejim, bir daha Süleymanı, bir şey deyim ki, bu təzaddır ki, rejimlə camiədə var. Bu təzad fikirləməyin, məhsulu Amerikadır və ya məhsulu İsraildir və ya məhsulu Avropadır. Bu təzad camiənin öz məhsuludur. Bu rejimin özləri, bu rejimin qanunları, bu rejimin qanun əsası, bu rejimin icraatı zaman ilə, zəmin ilə, beyin ilə, qafa ilə bu zəndən uyuşmur, bağdaşmır. Bağdaşmır, qardaş, bu qanunlar... Yəni camiənin teyfəhay ictimaisin bir-birinin qabağına qoyubdur. Bəli, o bəllidir və bir də ki, eyni zamanda da işte zor ilə millətə başına soxsun ki, bu bilirsiniz də bəzi söhbətlər deyirlər. Mən deyən düzdür. İstəyir deyən, mən deyən düzdür. Bəli də mən deyən düzdür. Və istəyir o qanunlarla, o şəriətlə camiəni idarə eləsin. Gəl ki, qədəm be qədəm dalı oturur. Məsələn, inqilabın əvvəlində bəzi cavan uşaqlar biz dəyişirlər. Zəifləyib oturur. Nəinki xoda bəli, deyərək deyil, ağahında da zəifləyib məcbur olub oturub. Dedim, bizi cavan uşaqlar, bəlkə cavan oğlanlar, qızlar, xanımlar
eşitsələr bəlkə inanmaya bilərlər. Amma biz görmüşük ki, nəvar musiqi inqilabın əvvəllərində faciə idi. Birindən nəvar musiqi görsəydilər, tapsaydılar maşinində zətdə, 1000 dənə oyun oynar gətirirlər başına. Ha, ondan sonra nə bilim e, o filmlər, qədim filmlər, onlar da hadisə idi. Bilmem ondan Bəli, sonra parabollar, boşqabları damlardan sökürdülər, atırdılar eşiyə. sökürdülər. Bunlar hamısının zamanı geçti. Bak indi geldi yetişti Arnavutluya ki səngəri Ağay Xamenei'dir bizim səngərimizdir hicab. Hicabdan da vazgeçtiler. Bunlar mecburla çok şeyden vazgeçtiler ama zorla, milletin zoruyla. Nəinki özləri bu nəticəyə yetişsinlər ki, artıq bizim isteklerimizle camianın istekleri eyni değil. Cami ise ayrı yoldan, ayrı bir yöntemle qabağa geçsin. Bu şəriət qanunları kafi gelmir artık. Şəriət qanunlarının zamanı indiki zamanda feodalite zamanı değil indi. İndi zaman değişip sen öz uşaqlarımıza bir şey diyebilir mi? Düzdür. Uşaqlarımız bize deyip köhnə beyniniz. Düzdür. Böyle çok rahat yani bir şey de diyende oğlum bile der, kızım bile der. Yok Əlbəttə baba siz düz söz deyirlər də. bilmiyorsunuz. Baxın, Ben de ay düşdür. Mən 50 il, 60 il bundan qabaqçı düşüncə deyəm. Amma bu günlər uşaq kompüter əsasında, huş ben məsnui ben əsasında indicad edirlər. şey tapır. Bu hesab kitab edirlər. Şekil Biz bir tapır. dənə Zihni onunla geldi. inanırsınız, bir dənə biz Mığanda düz əməlli kitab tapıb ala bilmirdik 60 il bundan qabaq. Ben, Amma ben. indi uşaq kitab almır ki, internetə vurur, filan kitabı oxuyuram. Seyirəm. Rusiyyənin beqolə o nevisəndələrin, o musiqisin, filanın, behmanın mənim uşağım məndən yaxşı bilir. Bəli, bəli. Pəs bənabəlin bu milləti artıq o 1400 yılından qabaq şəriətlə idarə etmək mümkün deyil. Heç 60 Və ili deyinən, 60 ili, 50 ili, 20 ili deyinən. o ittifaqən əcib Ay Süleyman, bu dediyimiz söhbətlər ki, danışırıq, təvafuğa da yetişirik. Bir şey də izafə eləyək ki, bu rejim özünü ayaqda tutmaq üçün, özünü doğrultmaq üçün adam da yetişdirənməyib. 92 yaşında adamı getirip şuraya yapanın başı. Adam da tapanmırlar, adam da Ay yetiştirmirlər. düşdür. Bilirsiniz, hər hal o diktator hakimiyyətlər bir məqtəyə, bir mərhələyə yetişər ki, hətta öz uşağına zad olar, məşğul olar. Hətta ittifaqın bu imzadı həm də Şah Abbas'ın zadını şeyler görüm iki oğlunu kör edip bir oğlunu da öldürüp. Tarihte bütün var elbette ayrı magazatlarda da var. Ayrı hanedanlarda da Avrupa hanedanlarda da var. Ki uşağını, kardeşini onu bunu öldürür ki onun səxtinə göz dikir. Dünənləri elə oxuyurdum mən. Sultan Qabus dədəsini nə cür kudeta eləyib kənarlaşdırıb da. Əlbəttə haqq Sultan Qabusda Qabusdaymış. Sultan Qabus beqolə Qərbidə oxuyub, təməddünü Qərblə gəlibdi, fikirlə bu deyir ki, namazı, orucu hələ tutun, lazım deyil millətə behdaş yarana, mədrəsə yarana, mədrəsə bizə problemdir, ondan filan. Yəni Ağahinin qabağında və o zad eləyir, vurur kənara, gəlir ummanda bir dənə ayrı bir sistem yaradır. Bəli, həqiqət. Ki, Yox, xeyr, deyir ki, o ölübdü də, çox üzr istəyirəm, ölübdü də, indi deyirlər ki, zadın ummanın atası. Bəli, həmin olan. Bəli. Bəli, təbiidir. Yaradır, opera qoyur, ondan sonra mədəniyyət gətirir, kültür və çox maraqlı budur ki, kilisalar yaradır. Deyir, ağa, kilisaya gedirsən, get. Ağa, cada gedirsən, məscidə gedirsən, get. Əslində dediyim kimi, camiə öz içində də bu rejimlə təzadda yaşayır. Bu rejim camiənin isteklerini göze almır.
qəbul eləyənmir. Hətta özündə xətər görür ki, əgər caməni qəbul eləsə, caminin isteklərini qəbul eləsə, yox olar. Və bunun da bir dənə nümunəsi sizə xidmətinizə deyim ki, Qanun əsasının 59-cu maddəsi var. İttifaqın dünən o İsrailin ruznamələrini biri yazmışdı, İran ruznamələri. Şu qardaş, bir gedək millətin rəyini yox, millət nə istir? 59-cu maddə indi neçə ildir aciz qalıb. Bir rəy umumiyə getmirlər. Referendum deyirlər də, bir referenduma gedilsin, bir soruşulsun millətdə. Ki qardaş, siz nə istəyirsiniz? Bu təzadlı zorla, vurmaqla, dövməklə, zindanla, edamla. Ki çarə qılanmasan bunu. Pəs bənabərin bir də cami ilə dövlət arasında olan təzadda diqqət eləməliyik. Yəni neçə dənə zad oldu. Və Biri elə budur. bax ondadır ki, bəhrəbərdarı eləyirlər də. Bəli, Bütün dünya bəli. dövlətləri bəhrəbərdarı eləyir. Bu şikayət ki, Təbiidir. cami ilə dövlətin arasında var, Bəli, hakimiyyətin, iqtidarın arasında var. Bu bəli, bir-birinin qabağında bəli. dayanıb Dəqiqən. bu zəiflikdən başqa dövlətlər də istifadə edəcək. Bəli, faydalanır. Çünki Qeyri-adidir. bütünlük yoxdur da. Millət dövlətlə bir bütün deyil. Dövlətlə millətin bir bütünləşməsi mümkün deyil. Əlbəttə bu hakimiyyət nə cami ilə müsalihə eləyir, belə həmfikirlik eləyir, nə də xaric dünya ilə. Bu həm dünya Bəli, ilə çırpışır, həm içəridə çırpışır. Bu olmaz. bəli. İttifaqat siyasət-i xarici deyil həmişə. Siyasət-i xarici baztab siyasət-i daxilidir. Daxildə necə rəftar eləyirsə eləsin, öyle işte deyil, o rəftar eləyəcək. Yəni olmaz ki, içəridə bir cür rəftar, eşitə bir cür rəftar. Və vaqiyyət budur ki, bu hadisə, yəni vaxtımız qalır. bu hadisə, bəli, bu cəmbənli eləyirəm. Yəni yenə də istəyirəm deyəm ki, bu istəpək dediklərimiz bu hadisə və ya mekanizm maaşə işə düşəndən sonra ki, yekşənbədən işə düşdü, həm bizim iqtisadımızın, bu zəif iqtisadı, İranın bu zəif iqtisadını çökərdəcək, həm bu zəif iqtisadını artıq vəziyyətini gündən günə xərablayacaq. Eyni zamanda qiymətlər çox belə yuxarıya gedəcək. Hətta bir iki cəhsiz bəyək işarə elədiniz, iqtisadi zat yavaş-yavaş özünü göstərər. İqtisad məsələsi bu ildən sabaha deyil. Yəni indi deyil. Elə bu hələ bu 112-13 tümənə, bəlkə bu görünən o ki 140 min tümənə qədər çıxa bilər. 140 min tümənə, 130 min tümənə çıxsa Hələ belə 200-ü də deyirlər iqtisad. və bunun inikası qiymətlərdə çox yuxarı olacaq. Bu qiymətlərin bu yuxarıya çıxılması 40-50 milyon insan xətt mutlaq fərqdən aşağıdadır. Bunu daha da o məmləkətdə artıq barut kimidir. Yəni bir kibrit çəksin, ateşi təbdil olar. Millət elə bir vəziyyətə gedər və bu rejim də zaten çökməyə məhkumdur bax. Məhkumdur ki, bu rejim artıq öz-özünü doğrultamaz. Və məncə bunun iqtisadi zadı, yəni belə nəticələri, iqtisadi vəziyyəti daha da çətinləşdirəcək və eyni zamanda da milləti isyana dəvət edəcək. Millət isyana duracaq, yəni millət bu rejimin qabağında duracaq və zaten bu rejim də ən fazla ondan qorxur. İsrailin bilmem gəlib vurması, Amerikanın gəlib vurması, ondan da hiçbirindən o qədər qorxmur ki, millətin isyanından qorxur. Düzdür. O Napolyon Bonaparte'ın məşhur bir sözü var. O Napolyon Bonaparte deyər ki, mən bütün çox cavan yaşda general olmuşdu da, deyər ki, mən bütün ərteşlərin qarşısında dura bilirəm, amma yoxsulların və acların qarşısında duranlar. Ac insanda, biz qədimdə də bizim özümüzdə söz var da, deyir, acın nə dini, nə imanı olar. Ac insan qarnını doyurmaq üçün hər şeyə başvurur. Və İran da mütəəssifənə bu isnəbəklə o mərhələyə geçir. Aya bundan mənfəət edənlər də var, şübhəsiz mənfəət edənlər var. Bəzi adamlar vardır ki, gecə gündüz dua edirlər ki, yaxşı oldu ki, isnəbək gəldi. Niyə isnəbək gəldi? Deyir, biz ki qazanırıq. Biz ki milyarlar qazanırıq. İndi bəzi işlər başı. Ay Süleyman, bax,
hətta əksər satılacaq neftin gəliri 30 milyarı bulmayacaq. O birisi məyanatı nefti deyirik da, petroşimi falan baxman. Bəli. Onlar da yani mecmuiyyə sadirat İran 30-35 milyarı geçmeyecek. Bizim 70-80 milyar dolar varidat lazımdır. Bəqiyəsi necə təmin olacaq? Hardan təmin olacaq? Məcbur neyləsin? Varidatı daralsın. Varidatı azalsın. Varidatın azaldılması İranda tövlidin yükselmesi demek değil. Yani olabilir ki bazı memleketler diğer bazı Ayda malları var. azdıq, ondan dalınca Bəli, bəli. gələcək. Bazı memleketler Həm buna budlar. diyorlar kalafay canişinliği diyorlar. Yani iktisatta da var. Yani mesela biz malı var edilemiyoruz ki İran öz ülkemizde tövlid olsun. Öz ülkemizin tövlidi neylesin? Canlansın. Ona göre var edilemiyoruz. İran'da öyle değil. İran'da eğer 70-80 milyar dolar mal gelmese İran'ın indiki tövlidini de koruyamaz. İndiki Tövlid tövlidi yoxdur de ki. yok olar. Tövlid bərqinəndir, bərqi yoxdur ki. Cavab. Bravo. Bravo. Berg Bəli. olmadığı için, e, su olmadığı için bilmem felakette. Bir bedbahtlıktır Heç ya. Sen bir faciadır paylaşkanlara bunu. da təsir qoyacaq bu Ben, bərqin olmamaq. bəli. Dəqiqən. Hatta da Qaza da neftin, qoyacaq. bak, bu neftin indiki bu neftin yani 1 milyon xorda indi satırlar. Bunun yani hatta ekser değiller ki pişmanlık olunur da bilmiyorum ki ben işin içinde değilim. İşten biz iktisatçı olarak bakırıq. Bəli. Bu hatta ekser düşer 600-700 min boşluğa satış. Şayət də az. İndi bəli bu Trump çıxanda 300 min boşluğa kadar Elə daraldı. 300-ə heç satamayacaqlar. Görəcəksiniz. İndi bir belə təxfif verirlər, bir belə filan verirlər, o yüzden bu yüzden ki bu neftin satabilsinler. Ama vaqiyyət budur ki, dediğim kimi, şunun həzinəsi çox olacaq. Yani o hani gəmilərin kontrol altına alınması, gəmilərin bazrəsi olunması, biymələrin qiymətləri yuxarıya aparması, bu neftin qiymətinin düşməsi ki satabilsinlər. İran'da artıq əzinizlər iqtisadi təmin olunmayacaq. Eləyə varidatı neyləsin? Təşviq eləsin. Varidat yəni o qədər olsun ki, eləyə ki, tövlidi idamı versin. Əlbəttə O bunu vəziyyət başa yaranır. düşübdülər. O qıtlığı ki yaranacaq, o azlığı ki yaranacaq, bunu başa düşübdü. Onlar özləri indi Kopenə o üz gətiriblər. Kalabərk. İndi adını qoyublar Yəni, Kalabərk. iqtisadda faciədir yəni. Milləti Yəni kopuna bağlamaq iqtisadda faciədir. O bəli, həbsə yəni zamanı, o yayın zamanlar yenə də ola o bilər. qaçağı ondan Bəli, sonra həm filan bəli. çoxaldacaq. Bəli, sağ olun, Faciədir. payı düşdür. Siz Təşəkkür də sağ edirəm olun. ki, Faydalı. və hər hal təşrif gətirdiniz və gözəl danışıqlar oldu. Amma millətimizə arzulamazdıq biz ki, bu qıtlıq, bu çətinlik, bu şərait, Bəli, ondan bəli. sonra bu dava tapılmaya, ondan sonra düşdürlər nüsxəsini yaza bilməyə, ondan filan. Behman, bunlar faciədir ki, bizim məmləkətdə üz Bəli. verir. Millət özünüz bir dənə milli hökumətə qurmağa hazırlaşın və bu faciələr nə qədər bu molla hökuməti vardı, bizim yaxamıza sancılıbdılar və bu aclıqlar, bu çətinliklər, bu yoxsulluqlar, bu edamlar, bu sərkublar idamə tapacaq. Sağ olun, şad qalın, gələn görüşlərə qədər Sağ olun. Allah amandır. Sağ olun, Ayət. Sağ olun. Təşəkkür edirəm ki, gəldiniz. Hoşçakalın.